Həzrət Osman şəhid edildi. Şəhid edənlər getdilər Həzrət Əlinin yanına. And olsun aləmlərin Rəbbi olan Allaha ki, nəfsimdən heç nə danışmıram. Kim iddia edərsə ki, səbuhu yalan danışsan, ağzını cıraram. Getdilər Həzrət Əlinin yanına. Sənə beyyət edirik. Həzrət Əli dedi, mən ölən xəlifənin cəsədi çöldə qaldığı vaxtı beyyət elə, sizdən beyyət ala bilmərəm. Mən xəlifə olmaq istəmirəm. Mənim vəzir olmağım yetərlidir. Getdilər Sa'd ibn Əbu Vəqqasın yanına. Gəl bizə xəlifə ol. Rədd elədi. Gəldilər Abdullah ibn Ömərin yanına. Bizə xəlifə ol. Rədd elədi. Sahabələr dedi, biz nahaq yerə mi öldürdük Osmanı? Heç kim götürmür postu. Sizə bunu oxuyanlar qərəzlidirlər. Güya şiyələrə buğz deyirlər, Həzrət Əlidən qisas alırlar. Allahın cənnətlə müjdələdiyi rüşd əhlindən qisas alırlar. Nətər baxarsınız, deyirsiniz, Həzrət Ayşəyə dil uzadanlara deyirsiniz, Peyğəmbərin üzünə nətər baxar. Nətər baxarsınız, özünü cənnət əhli, cənnətə getmək istəyirsənsə, Həzrət Əlinin, Həzrət Hüseynin üzünə nətər baxarsınız ki, Yezidlə müqayisə edirsən. İnsafın harada qaldı? 5 gündən sonra beyyət edildi. Maraqlı deyil Sabı. Siz oxuyursunuz ki, efirlərdə. Sabı, maraqlı deyil. Osmanlı ölkəsini qaçdılar, əlini elədilər xəlifə. Cənnətlə müjdələnməyini qəbul edirlər Sabı. Ha? Cənnətlə müjdələnməyini qəbul edirlər Namik kişi. Bilmirəm, onu deyəsən siyahıdan çıxardıblar. Siyah bu arada da, kim istəyirlər yazılar, kim istəyirlər çıxardılar. Problem bilirsiniz nədir? Bugün Namik kişi... Belə söhbət yoxdur. Onlar cənnət əhlidir. İmam Əli radiyallahu anh cənnət əhlidir. Çünki təsdiq olunub. Təsdiqi var onu. Muaviyyən cənnətə getməyi təsdiq olunub, Muaviyyən cənnətə getməyi. Muaviyyənin Bir dənə Harada hədis. təsdiq Bir dənə hədis. Hansı təsdiq? Hansı hədis? dəniz donanması ilə bağlı hədisə dayansa, Dəniz donanması ilə bağlı nə var? Sən Getdim şahid o söhbəti Şeyxüzü gətirin mənim yanıma. yəni o ilə bağlı hədis. Deyirəm, Şeyxüzü gətirin Orada mənim problem yanıma. yaşayarsan, ha Namik kişi. Muaviyyəni diz çıxartsa Osmanla Öməri soxacaq küfür. Sən əgər o hədislə getsən, Osmanla ikinci xəlifə ilə üçüncü xəlifəni küfrə salasın. Çünki orada deyilib ki, orada müsəlman aparma. sən mürşidin sözü ilə danışırsan. Sən hələ özüm yəqin ki, bu kitabları açıb oxumamısan. İndi Şamın pulu o qədərdir ki, Fazili də alıb. Yavaş-yavaş alıb. Mən sənə demək istəyirəm, Namik kişi, sən Azərbaycanın bir kişisisən. Allah sənə qorusun. Sıracam o kitab Allah razı oxuyanların olsun. ağızdan, ayağıma qaloş geyib sıracam ağızdan. Qulaq as.